dövlət başçımızın bu Çin səfəri Çinin ta əvvəldən bölgəmizlə bağlı, əslində Avropa ilə bağlı o planları, bir yol, bir kəmər, o strategiyası. Təbii ki, burada bir sıra bizim ölkəmiz üçün, daxili məsələlər üçün önəmli məqamlar var, amma məsələyə mən istəyirəm biraz geniş baxaq, geosiyasi kontekstdə. Məsələ, o ilk başdan ki, bildirilir, Zəngəzur dəhlizi ona görə vacibdir ki, Pekindən Londona qədər bütün ticarətin, gediş-gəlişin məhz gəlib keçməli olduğu yerdir. Bax, Zəngəzur dəhlizi kontekstində baxsaq bu məsələyə, yəni bu səfər artıq Zəngəzur dəhlizini labüd etdi, deyə bilərikmi? Təbii ki, çox əhəmiyyətli bir səfərdir, xüsusən indiki məqamda və dünyanın qarışıq bir zamanında və bizim bölgədə böyük güclərin maraqlarını toqquşduğu bir vaxtda o böyük güclərdən biri ilə, məhz qütbünün birinin sahibi ilə görüşmək, ən azından ona qarşını almamaq deməkdir. Hələ yanında olmaq, dostlaşmaq bir başqa məsələ ki, biz o addımlar atdıq, çox ciddi sənədlər imzalandı və Azərbaycan həmişə bu məsələlərdə balanslı siyasət yürüdürdü və çox vektorlu siyasət yürüdürdü. Yəni, biz Çinlə münasibət saxlayırıq, amma Rusiyanla da münasibət saxlayırıq, Amerikanla da, Avropa İttifaqıyla da münasibətlərimiz tamamilə normaldır. Ticarət dövriyyəmizdə heç Çinlə olandan Avropa İttifaqı daha çoxdur. Amma indiki məqamda ki, məhz bizim bölgədə fokuslanıbdır savaş, biz burada daha çevik hərəkət edilməliyik. Çin bura Gürcüstanla bir strateji müttəfiqlik münasibəti qurmuşdur. Bir il əvvəl bir sənəd imzalanmışdı. İndi bizdən də o sənəd imzalanır. Deməli, Çinin özünün də burada çox ciddi Qafqazda maraqları vardı. Əvvəlki dönəmlərdə dünyada əsasən işğal eləyəndə bazalarla, hərbi bazalarla işğal siyasəti yürüdürdülər. Amma indi artıq hər kəs Çin modelini götürübdür, bazarlarla işğal eləmək siyasəti yürüdülər. Ticarətlə. Ticarətlə. Bu daha çox Çinin ərsə gətirdiyi bir modeldir və effektlidir. Yəni, son zamanlar Trumpın tarif siyasətindən bağlı savaşı da əslində ona yönəlibdir ki, o silahı Çin əlindən almağa başlasın. Bu böyük siyasətin içərisində TDT dövlətlərinin həm Orta Asiyadakıların, həm də Azərbaycan və Türkiyənin xüsusi önəmi var. Çünki əvvəla Qərb dövlətləri, xüsusən Amerika, Çin ilə, İranla, Rusiyanın mübarizədə bu zonada yerləşən bu türk dövlətlərinə çox ciddi şəkildə maraq göstərirlər. Çünki bu üç dövlətin arasında yerləşir. Üstəlik, Heartland deyilən, dünyanın qəlbi deyilən bir yerdir. Logistik imkanları çox ciddidir. Yeraltı yerüstü sərvətləri də həmçinin. Çin bundan əvvəl Bəndər Abbas limanı və bir başqa limanı da İranda icərə getmişdir. Bəli. Və Bəndər Abbası artıq genişləndirməklə bağlı da işlər başlayıbdır, görür. Başqa yerlərdə limanlar götürüb. Amma bunu götürməkdə məqsəd nə idi? Orta Asiya respublikalarından əldə edəcəyi məhsulu və öz məhsullarını Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran və bu Bəndər Abbasdan Avropaya göndərməklə bağlı olaraq. Bəs belə məqamda niyə Zəngəzur məsələsində Çin maraqlıdır? Çünki İranın özü sanksiyalara məruz qalmış bir yerdir. Ciddi şəkildə burada risklər vardır. Afrika burnu kifayət qədər təhlükəli və uzaq bir yerdir. Uzaq, çox uzaq. Husilər də ki, digər yolu bağlayıblar demək olar ki, Rusiya ərazisindən keçməkdə mümkündür. Bir dənə yol qaldı bura. Bu yol işlək vəziyyətdə olanda ən çox faydalanan Çin olacaqdır. Və bu elə məqama təsadüf edir ki, Avropa İttifaqı ilə Çin arasında münasibətlər də dəyişir yaxşı mənada. Avropa İttifaqı ilə Amerika arasında münasibətlər pozulandan sonra ki, soyuma var və etimadsız mühiti vardı. O zaman Çinindən danışıqlara girdilər artıq, başladılar. Bunlar yəqin ki, alverlərini də eləyəcəkdilər, quracaqdılar. Çin də bu məsələni qiymətləndirir, dəyərləndirir. Həm Amerikanı müəyyən qədər zəiflətmək mənasından, həm də onun dostlarını qazanmaq mənasında bu işi görmək. Yenə kilit yer haradır? Qızıl Körpü Azərbaycan. Yəni, orta dəhliz əslində Gürcüstan üzərindən açıqdır, amma tam o həcmdə, yəni işlək deyil. Bir də ki, müəyyən o yüklər var ki, o formada daşınması effektiv deyil. Effektiv deyil, təbii effektiv deyil. Və həm də bura həm qısadır, həm riskisizdir və həm də TDT-ni mən xüsusi olaraq ona görə qeyd elədim ki, bu dövlətlərin tərkibindən, daxilindən ki, keçdikdə tamamilə risk azalır və bunlarla yaxşı bir münasibət həm də bu iqtisadi məsələlərə siyasi don geydirir, siyasi zirək geydirir. Xatırlayırsınızsa, bir müddət əvvəl Çin plus C5 görüşü keçilmişdi. Orta Asiya dövlətləri ilə. Dərhal Amerikada eyri bir görüş keçilmişdi. Amerika plus C5 görüş keçilmişdi. Amma Avropa İttifaqı bunu qabaqladığı məsələlərdə investisiya qoyuluşuna
o dövlətləri, Türk dövlət təşkilatlarına 12 milyardı vəd eləməklə o ilk biraz qabağa düşdü bu məsələlərdə. Belə vaxtda Azərbaycanın Çinlə danışığı həm də bu məsələlərlə bağlı olaraq çox ciddi nəticə verəcək bir məsələdir. O mənada mən düşünürəm ki, indi söhbətin gedişatına toxunaq. Bəli, burada bax, ardıcıllığa baxaq da. Yəni biz məsəl üçün bir həftə öncə Orta Asiyadakı türk dövlətlərinin məsəl üçün Şimali Kiprə, Türkiyəyə, ümumiyyətlə Türk bu ideyasına, davasına xəyanətindən danışırdıq. Həm Azərbaycan tərəfinin, həm Türkiyə tərəfinin, yəni ənənəvi o rəsmi reaksiyasının olmaması, əslində Azərbaycan dövlət başçısı bununla bağlı fikirlərini bildirmişdi. Yəni bir sual yaradırdı ki, deyəsən elə bunların hamısı ümumi daha böyük maraqlar naminə taktiki gedişlərdir. Çox emosional çıxışlar var idi filan, amma o ardıcıllıq, məsəl üçün ondan öncə Orta Asiyadakı dövlətlərin, iki Türk, bir Tacikistan sərhəd məsələlərini həll eləməsi, bəziləri bunu birbaşa Çinlə əlaqələndirdilər, bəziləri yox, Rusiya istədi, belə oldu. Yəni təcrübəli siyasi şərhçilər falan danışırdılar. Amma indi baxıb görürük ki, əslində orada Orta Asiya Türk dövlətləri ilə Avropa Birliyinin razılaşması, məhz Çin faktoru hamısı bir-birindən uzlaşmışdı. Yəni dünya müharibə deyirlər, 3-cü dünya müharibəsinə doğru gedirik. Dünya daha çox dünya müharibəsindən ümidvericidir. Daha çox ümumi qarşılıq qazan-qazan mübarizəsinə doğru gedir. Yəni siz də əslində müharibələrə doğru deyil də qarşılıqlı. Söz unutmayın, bu günləri hörmətli Hakan Fidanın bir fikir münasibəti oldu artıq. Bəli. Və belə bir münasibət bildirdi ki, bu ailə işidir. Mətbuata çıxarmaq istəmirik. Məğzel o idi. Bu davanı heç kim poza bilməz. Bizim münasibətimiz poza bilməz. Bu elə Avropanın baxışı, Fransa belə gəldi, ondan sonra Almaniya belə getdi, gəliblər, bax Zəngəzurda oturublar, durbinlə baxırlar, Amerika Birləşmiş Ştatları falan deyirik. Amma indi, bax bu dəqiqə biz nəyin şahidiyik? O ardıcıllıqlar və indi. Əslində bizim bölgəmizdə oyunun və proseslərin gedişatını müəyyənləşdirən tərəf əslində orada deyil, əslində daha çox Çin imiş. Yəni sizə də belə gəlmir ki, yəni Çin artıq bu qlobal çapda təbii ki, təsir imkanları var. Məsələn, Afrikadan danışanda düzdür, ilk öncə Fransanın, Britaniyanın, Amerikanın adı çəkilir. Amma oralara gedəndə mən Afrikaya çox getmişəm. Çinin nə dərəcədə oraları pulundan aldığının şahidi oluruq. Uzun müddətdir deyirdilər ki, Orta Asiya dövlətləri artıq Rusiya təhlükəsindən xilas olublar. Onlar üçün ən böyük təhlükə artıq Çindir. Və biz nəticədə bütün proseslərə baxanda görürük ki, artıq oyun quran tərəf məhz Çindir. Yəni biz bunun şahidiyik, yoxsa bu da bir qədər yanıltmadır, yanlış baxmaqdır. Tamamilə Çinin oyunu kimi təqdim eləməzdim mən şəxsi fikrim olaraqdan. Bax, burada böyük bir məsələ vardır. Orta Asiya Respublikaları əslində bu məsələnin altına girməklə, Kipr məsələsində Avropa İttifaqına ikiyə uzlaşdı. Avropa İttifaqı təbii ki, konsensusundan bir qərar qəbul edir investisiya qoyanda. Kipr veto qoymasın deyə onların bu addım atmasını təbii ki, təklif edibdir. Amma Orta Asiya Respublikaları bunu nədən atıbdılar? Çin ekspansiyasından narahatdılar, qorxurlar. Rusiyanın ehtiyat edirlər ki, hələ Lavrovla Qazaxıstan prezidenti dünənə qədər də yenə dilləşirlər. Və bu yaxınlarda Lavrov o köhnə müsahibəni yenə xatırladı. Yenə xatırlatdı. Yəni o savaş həmişə gedir. Üstəlik Əfqanistanda Taliban iş başına gələndən sonra da vəziyyət çox ehtiyat edirlər və ondan əvvəl də xeyli o radikal dinçi qruplar ora girmişdi, daxil olmuşdu, çıxmışdı, qarışdırmağa çalışmışdı. Ona görə sığorta zənciri axtarırlar. Biraz da, bəlkə mən bunu TDT-yə tənqidi münasibətim kimi qəbul olunmasın, sadəcə düşüncəmi deyirəm. Biraz da TDT-nin bu məsələdə boşluqlar verməyinə bağlıdır. Deyək, investisiya Türk Dövlətləri Təşkilatının. Mən TDT başa düşdüm bir anda. Türk Dövlətləri Təşkilatının investisiya qoyub orada müəyyən işlər görməsi ki, mən bunu asmasını verərəm, bunun qabağını ala bilərdi. Bir. İkinci, təhlükəsizlik sənətinin son variantının ortaya ərsə gəlməməsi məsələsi. İndi birinci investisiya məsələsini toxunuram. Orta Asiyadakı ciddi elementlər ki, orada uran, lityum, nə bilim başqa kobalt vardı ki, bunlar çox onun üstünə gəlirlər Avropada. Kobalt həm Çində çoxdur, bir də Türkiyədə çoxdur. Bunu Türk dövlətləri özləri xam mal şəklində götürüb yarım fabrikanta və hətta biraz da irəli gedim ki, son məhsulat çevirməyə bacarmalıdır. Türk Dövlətləri Təşkilatı iddialı davranmalıdır. Artıq nüvə məsələsində
İrandan belə geri qalmalı deyirlər. Yavaş-yavaş uranı Türkiyə zənginləşmək bu lazımdır. baxımdan çox irəlidə olduğunu, hələ ki bunu çox Akkuya da var, tutaq ki, bəli deyirlər. başqa işlərdə görmək mümkündür. Yəni bu xam malı özləri götürsəydilər, iş görsəydilər, onlar getmə. İkinci təhlükəsizlik məsələsi. Məncə Türk Dövlət Təşkilatı zamanıdır ki, NATO-da kimi 5-ci bənddə kimi bir bənd olsun. Bir Türk dövlətinə müdaxilə doğru gedirik. Bu rəsmi gedirik, amma onun artıq qəbul olunması zirvə məncə Azərbaycanda, Laçında olacaq, yoxsa Cəbrayılda, bəlkə orada bir gözlənilir ki, olsun Macaristanda qeyri-rəsmi zirvə. Daha yaxında Kıbrıs da gözlənir hətta şimdi. O Ağsaqqallar Şurasının, o mənəvi olaraq. Biri gözlənir ki, mayın 21-22-sində olsun. Amma rəsmi görüşləri, formal görüşlər bizdə olacaq. Bakı, Laçında yoxsa Yəni Cəbrayılda? İşğaldan azad edilmiş Məncə ərazilərdir. o bənd Rusiya Qazaxstana girən vaxtı ki, onun sonra ardınca İstanbulda toplaşdılar. Orada iki şey qərar qəbul edildi. Xarici siyasətin koordinasiya olunması, təhlükəsizlik məsələsi. Onda onun qəbul olunması vacib idi. Bu mənim tənqidi tərəfim. Yəni mən onları tam belə müdafiə eləmirəm, amma Hakan Fidan tipində mən də o məsələyə toxunmuşdum ki, Turan qatarını kimsə saxlayanmaz. Bu soyuqluğu, bu yanlışı naxışa çevirməyə bacarmaq lazımdır. Artıq prosesi ki, yığışacaqdılar, sahmana salacaqlar. Yəni orada biraz zərurətdən bu məsələyə getdilər. Və Çində bu əhvaldan deyək istifadə elədi biraz da. İşini irəli aparmağa başladı. Çində çox vektorlu çalışır. Bayaq dedik, Bəndərabasda da işini görür. Bizim xəttə də işi görür. Başqa yerlərdə də siz dediniz dünyanın hər yerində artıq bir işini görür. Ona görə burada sadəcə olaraq təkcə Çin yox, maraq olan hər kəs burada istifadə etməyə çalışır. Avropa İttifaqının indi rəhbərliyindən bizə gələcəklər tutaq ki. Onlar da, ya indi Almanlar getdilər əvvəl ortası, bayaq siz toxundunuz, Xəyal bəy toxundu. Fransızlar getdilər ora. Nəyə görə getmişlər? Yəni burada artıq kim qabaqladı? Əslində biraz da Rusiyanın itirdiklərini kim yıxsın məsələsi var burada. Bu belə də görsənir. Bax, xəyal Avrasiyaçılıq anlayışı var. Onun bir tərəfindən baxanda Türk-Slavyan birliyi deyirlər, biz tərəfdən baxanda, Rusiya tərəfdən baxanda Slavyan-Türk birliyi deyirlər. Əslində əsl Avrasiyaçılığın içində Çin olması ilə mümkün olacağından da danışırlar. Bu proseslər əgər doğrudan da inkişaf edərsə, xüsusilə də Trumpın o tarif savaşları daha çox konsolidasiyaya məhkum eləyir. Nəticə etibarilə Amerika Birləşmiş Ştatlarının ümumiyyətlə bu bölgədən dediyim kimi 2-ci Dünya müharibəsinə qədər ki, vəziyyətinə qədər aparmırmı, uzaqlaşdırmırmı? Birinci o məsələyə toxunum, sonra Avrasiyaçılığına bağlı fikrimi bildirəm. Bax, Amerikanın mütarif siyasəti əslində bunlar 50-ci ildə bir proteksiyonist siyasət yürüdürdülər və nəticə alırdılar. O vaxtları Amerikada ən kasıb ailənin avtomobili və bağı var idi, deyək. Bu gün yeridilən yeni proteksiyonist siyasətinə Amerika korporasiyaları, şirkətləri Amerika daxilində qaytarılır. O iş yerləri açılması, Trumpın birinci prezidentlik müddətində də başlamışdı. İndi də onu davam elətdir əslində. Və Çinlə isə məncə anlaşılmış bir davranışlar qoyurlar ortaya. Amerikanın ən böyük ticarət dövləti Çinlədir əslində. Bəs söhbət də ona. Burada axı deyirlər amma orada saldo çox fərq, Amerikanın ziyanına böyükdür və ondakı o maliyyəni əlində tutanlar üçün də Amerika və Çin ikisi də eyni dərəcədə onlar üçün bir maraqlı görüş olmuşdu Amerikanın çanasında bir müddət əvvəl. Onlar razılaşmışlar ki, Tayvanın müstəqilliyini tanımırlar, amma hərbi məsələlərdə Çin ilə Amerika əməkdaşlıq edirlər, hətta bu qədər. Və ticarətlərə haqqında danışmışlar. Söhbətlər var idi. Bəli. Yəni əslində ki, bu Çinə qarşı anakonda siyasəti vardı ki, dövrəyə alsın. Hind-Çin okeanında, Sakit okeanında, Hind okeanında da artıq o bəzi dövlətlərin işlərini görübdülər. Çin də bu məsələdə dedi ki, Avropanın ona mövsümü olsa belə ehtiyacı vardı. Çinin də ona mövsümü olsa ehtiyacı yarandı ki, bu anakonda siyasəti qırılsın, Amerika iddialarından geri çəksin. Bu, o yürüdülən o tarif siyasətinin altyapısından bağlı olaraq fikrimi bildirdim. Avrasiyasından bağlı olaraq mənim fikrim belə ki, müxtəlif nəzəriyyələr var. Mən özüm həbsdə olana bir kitab yazdım, Yeni Dünya Düzən Siyasəti Azər Geriveroğlu. Orada bir tab bloku yaratmışdım, Transkontinental Avrosa bloku. Bəli, mən təxminən sizin o fikirlərdən xəbərdaram deyə dedim sizə çox maraqlı olacaq. Məncə, necə bu Avropa evi varsa bu günlər ki, bunlar Yunan fəlsəfəsi və xristian dəyərlərini sökənir, Türk evi də İslam dəyərlərini və Türk ənənələrini sökən bir ev olmalıdır. Bizim daha çox imkanımız var bunu yaratmağa. Və hətta gələcəkdə Avropa İttifaqı ilə də münasibətləri ev olaraqdan qurmaq mümkündür. Bugün Türkiyə gedib onun qapısında yatmaqla, başqa dövlətlər Avropa İttifaqı girməyə neçə illərdir yubadırlar bu məsələni. Məncə, o əlavə ki, elementlər salırlar ki, Rusiya daxil olsun. Onlar bu ideyanı öldürmək istəyirlər. Çünki başa düşürlər ki... Bir qüvvə var, daha çox parçalansın, hətta şəhər dövlətlərinə qədər getsin deyənlər var, qlobalistlər. Baxın, FAPU xətti vardı, Fransa, Almanya, Polşa, Ukrayna. O xəttdən sonra bir Türk xətti başlayır. Və o Türk xətti ki, Turan xətti biz deyirik, hətta onun elə üstündə də gəl, Rusiyanın cənubundakı Türk xətti.
orada Çinə təsiri Həddən var. artıq burada əhali olaraqdan gənc əhali, çoxalan əhali, yeraltı yerüstü sərvətlər, logistik imkanlar və biri-birinin son məhsula çevirmək üçün tamamilə bu sənayesinin qurulması, industrial qaynaqlar vardı. Ona görə mən o Avrasiya məsələsinə belə baxıram və Çinin də bu məsələlər əslində barmaq salması, içəriyə girməsi, aylıqda G5 Çin görüş keçirməsi də, Amerikanda G5 Amerika görüş keçirməsi də bu ideyanın ortadan qalxması, dolayısıyla Türkiyəni dünya gücünə çevrilməsinin qarşısını alması və Türk dünyanı oyunlarda kərəvdə qoymaq məqsədi daşıyır. O mənada biz alternativ davranışları ortaya qoymaq bacarmalıyıq. Və məncə hesab edirəm ki, bugün Azərbaycan prezidentinin gedib orada müqavilələr ki, bağlayıb. İşte mənə ən çox məmnun eləyən Urumçi ilə Naxçıvan qardaşım bu şəhərlər olması məsələsi oldu. Burada da əslində məsəl üçün bir çoxları bunu əslində burada bir türk faktoru var, türkçülüklə falan. Mən daha çox burada nəyin mesajını gördüm? Urumçi, yəni o Çindən Avropaya gedəcək o bir yolun oradan çıxır, girir Türk respublikalarına və Naxçıvan. Yəni o Naxçıvana gəlib çatmaq üçün mütləq o Zəngəzur dəhlizinin açılmağı lazımdır. Ya elə, ya belə. Yəni mən orada Türk birliyi falan kontekstindən daha çox birbaşa ilə ona işarədir və onun iqtisadi əlaqələr, o biz dediyimiz ki, düşüncəmiz vardır ki, zehniyyətimiz vardır ki, ona da xidmət edəcək. Bəli, birinci iqtisadi maraqlar olmalıdır ki... Ümumiyyətlə, indi artıq nə baş verir? Əvvəllər deyir ki, geoiqtisadi maraqlar geosiyasətə qulluq edirdi ki, siyasət qurulsun. Hətta iqtisadi şeylərdən keçirdilə məsələ. Məsələn, SSR kommunizmi ixrac eləmək istəyirdi, xeyli vəsait təşkildi hər yerə. İran nə qədər orada bir proksi qüvvə yaradırdı, burada Hizbullah, orada Həmas. Amma indi artıq ki, Trump da daha çox bunu açıq göstərir, bütün geosiyasi maraqları geoiqtisadiyyata yönəldilir ki, iqtisadi maraqlar yönəlsin. O mənada Çinin zaten xətti məlumdur. Heç o ehtiyatlanmır da. Ölçü baxımından ki, o kiçik dövlətlər mənə nə edir? Amma onlar mənim niyə qarşımda olsun ki, əməkdaşlıq edib. Yanaşması da doğrudur da. Yəni istənilən təhlükəsizlik təminatı iqtisadi əməkdaşlıqdır. O mənada mən hər iki tərəfi qane eləyən, məmnun eləyən bir anlaşmalı olması sayıram. Yəni Urumçini mən bir Turançı kimi bu cür siz ideoloji nəzərdən baxır. O da o baxır. Taciri də başqa cür baxacaq məsələyə. Praktik, real siyasət nöqteyi nəzərindən də biz baxırıq. Təbii, indi biz ideoloji baxanlara biraz fərqli baxırlar. Biz 2005-ci ildə biz Qərbi Azərbaycan Departamenti yaradanda partiyada gülürdülər bizə. Amma indi bu rəsmi dövlət siyasətidir. İndi Baku TV-nin Qərbi Azərbaycan Departamenti var. Var. Bəli. Və 2024-cü il. Mən 98-ci ildə Türk Dövlətlər Təşkilatının modelinin qoyanda gülürdülərsə, bu günləri o realdır. Mən özümü qəhrəman kimi təqdim eləmirəm. Ona görə ideoloji olaraqdan birinci fikir formalaşır. Və bir millət o vaxt qalib gəlir ki, iddialı olur, fikirlərini ortaya qoyur və cidanı çuvalda gizlətmir. Milli hədəflərini göstərir, normal bir şeydir orada. Biz indi danışdığımız... Verim ona, izah verim. Müəyyən məsələlərdə o dövlətlər qırmızı xətti müəyyənləşdirirlər, danışırlar. Mən orada misal da çəkdim ki, dedi ki, biz Tayvanı tanımayacağıq, hərbi əməkdaşlığımızı eləyəcəyik. Hansı məsələlərdə bəli? Hansı məsələlərdə? Ya bunu məsələn Türkiyə-Rusiyada danışıqlarında eləyir. Amma ümumi olaraq Ukrayna tanıyıram. O mənada bəzi məqamları mütləq şəkildə böyük dövlətlər danışırlar ki, o mənada yəni danışmaqda söhbət. Mən fikrinə hörmətlə yanaşıb öz fikrimi bildirmək istəyirəm. Siz dediniz ki, bəli, ki, bunu İranı istifadə edə bilərlər. Məncə belə bir təcrübə də var. İsrail bir yol təklif eləmişdi, Davud yolu. Düzdür, o Davud yolu siyasi mənada Türk dünyasının Türkiyəndə əleyhinə işləyən bir şeydir. Bəli. Amma əvvəldə o 7-si oktyabrda oldu da İsraildə 2023-də. Bəli. Tarix yanında deyil, amma ondan 2 ay əvvəl hətta o yolla bağlı və bəzi dövlətlər də memorandum imzalamışlar. Bu gün o memorandum söhbəti yoxdur ortada. Çox şeylər var. Siz İbrahim sazişlərini deyirsiniz? Yox. O Davud yolundan söhbət gedir. O Davud yolu, siz Qətərdən başlayacaq o qaz, İsraildən başlayacaq. Süveyş kanalına alternativ kimi. Bəli. O yolun daha çox iqtisadi məsələdən çox siyasi mənada İsraildə çox bunun əhəmiyyəti olan bir yol idi. Vurulandan sonra, burada nə vaxt vuruldu? İran əlinə vurdular. İrana o vuranda, Həmas İsrailə vuranda, təbii İran vurdu da deyək. Bəli. Bir müddət əvvəl Cənubi Koreya banklarında dondurulmuş vəsaitin 8 milyardını verdilər İrana. Bəli. Ondan sonra bir də verdilər. O işi görəndən sonra. Və Həmasın rəhbəri orada, Həmasa İran bir kömək eləmədi. Həmasın rəhbəri bəyanat verdi ki, siz bizə söz vermişdiniz, dalımızda durmadınız. Sonra Tehran getdi, Tehranda öldürdülər. Bilmək olmadı Tehranda onu. İsrail öldürdü, Amerika yoxsa İran özü.
Çünki sonra eyni hadis Hizbullahla da yaşandı məsələlər. Və bu gün də İran tamamilə ondan dalından çəkilir və təxminən 2 həftə əvvəl İran Müdafiə Naziri müavini Husilərlə bağlı bir fikir dedi. Onlar bir-birini Amerikanın vuranda. Dedi, Husilər bizə heç bir adiyyəti yoxdur. İstəyir Husi onlar vursun, istəyir onlar vursun. Ona da dalından çəkildi. O mənada İrandan bu məsələlərdə müəyyən layihələrin qarşısı olmaq üçün indiki danışıqlar gedir, Romada getdi, Omanda getdi, başqa yerdə Amerikanla İran arasında bu məsələlərlə bağlı hər hansı bir formada bir razığa gəlmək də ehtimal oluna bilər. Fərəz bəy, mən sizlə İmtina Bir dənə etdi. bəlkə Bax, o çox maraqlı məqamdır. bəli, baxın, mən özü bir bəlkə kobud oxşatma olacaqdı. Azərbaycan sərhədlərində təxribat törədində ermənilər. Ermənilər dedi ki, yəni kondisionerdə baxaq, biz eləmirik bunu. Sonra bunu atdılar Yekapara təşkilatı üzərinə, terror təşkilatı. O arada da sosial şəbəkələrdə onların rəhbərinin sərhədlərə getməni göstərdilər. Və ona da sonra cinayətçisi falan açdılar məsələlərdə. Eyni şey İranla baş verir. İran deyir ki, siz doğru deyirsiniz. Sənə dəymirik, sən rəngi dəyiş, bu qələmin kimi, bayaq siz yaxşı bir söz deyirsiniz Mollalarla bağlı. Dəyiş, amma sən demirsən, proksi qüvvələr eləyir. Sən heç olmasa biz onları əzəcəyik. Pas ver, biz də vuraq. O da eyni şey olub. Bu gün onları tamamilə Husilərlə elə-belə misal çəkmədim. Husiləri İran qidalandırır. Dedi, mənim xəbərim yoxdur. İstə özü gedin vurun bunlar. özü nəsə bir razılaşma olandan sonra İran geri çəkilir. Doğru ki, bu danışılmış bir şeydir, amma təxminən bu PKK-dan arı çıxanda, bilmirəm, mən kənd adamıyam, siz bilərsiniz yoxsa yox, o beçə verir deyirlər. Gedəndə ayrı bir ailə qurur və yaxud insan oğlunu evləndir, yola salır, deyir, öz başını saxlasın. Təxminən Avropa, Amerika onu dedi, get başını saxla, o Rusiya o sən, zəhmət olmazsa ümumi məhsulun 3-5%-ni ayır bura, indiyə qədər ayır burada, mən saxlaydım bu məsələləri, məndən pul... Amma onun ki, bir vaxt Macron dedi ki, silahlı qüvvələrimizi barışçı qüvvə kimi Ukrayna yer edəcəyik. Amerika yox demədi sonra Trump'ın, hələ bu qəzəbli vaxtlar idi. Dedi, mən saygıyla yanaşıram, biz olmayacaq orada. Və bütün məsələlərdə ki, yardımı kəsəcəm, pek nə bilim, rabitəsini kəsəcəm, heç birini eləmədilər. Yaponiya da dünən dedi ki, mən artıq o Sterling deyirlər, nə deyirlər, pekdən o verilən... Starlink. O yardımlarda mən verirəm Yaponiya, Amerika icazəsi olmadan. Bir şey elə bilər misiniz? Elə bilməz. Yəni, oradan o vermişsə sən verəcəksən. Məncə Amerikanın, Böyük Britaniya ki, Böyük Britaniya, Amerikanın, Anglo-Saksların ata evidir İngiltərə. Onlar heç vaxt biri-birini son vəziyyətə qədər pis vəziyyətə qoymayacaq. Bu prosesdə, bax, bizim danışdığımız prosesdə Britaniya kənardadır. Təbii, Trump... Elə Avropa İttifaqından çıxmaq da bələsiz məqsəd odur. Əslində elə oyunu da onlar quru deyənlər də var. Fərəz bəy, mən bir daha mövqeyimi ondan bağlı bildireyim. Trump dünənə qədər Amerikada deyirdilər ki, məsələn, biz pulumuzu veriyor Ukrayna. Ukrayna bizi yiyən, bizi sovran bir yerdir. İndi Trump deyir ki, Ukraynaya mən pul vermirəm, hətta ondan pul alacağım. Bu qədər də pulumun qarşılığını alacağım. Qarşılığını alacağım deyir. Mən düşünürəm. Tekstdə biz deyirik ki, bölgəmizdə sanki bir quruculuq gedir, bundan sonra müharibələr olmayacaq, bizim də problemlərimiz həll olur. İranın prezidenti də bura gəlir, tez onun ardınca İsrail baş naziri də bura gəlir, hansısa formada onlar da narahatlar, burada cəmləşir və bundan sonra hər şey yaxşı olacaq deyirik. Və bu proseslərlə yanaşı, yəni İranın hər an hansısa formada burada gündəmi dəyişə biləcəyini nəzərə alaraq, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bu proseslər kontekstində bir çıxışında vurğuladığı ki, biz Azərbaycan və Pakistanla yeni proseslərə hazırlaşırıq. Yəni indi onu çox Türkiyə televiziya kanallarında dedilər, o bir cümlə idi. Yəni bax bunu necə qiymətləndirirsiniz siz? Bu nəyin anonsudur? Yəni durduq yerdə Azərbaycan və Pakistanla birlikdə biz yeni bir şeylərə hazırlaşırıq. Baxın, Pakistan... Bax, bütün bu dediklərimiz fonunda onu necə izah edə bilərsiniz? Pakistan nüvə dövlətidir. Bəli. O adı elə belə çəkilmir. Bugün Avropa İttifaqının özünün belə Türkiyə ehtiyacı yarandı. Amerika çəkiləndən sonra və dedi ki, ordu, NATO-da biz bir yerdə fəaliyyət göstərməliyik. Pakistanı xüsusi işlərə ki, son vaxtlarda Pakistan, Hindistan arasında həmən o açıqlamalardan sonra, bu yaşananlar fonunda Hindistan sanki orada oyunu pozur. Orada ara qarışıq deyildi. Kəşmir məsələsində. Gəh deyirlər, suya görə dalaşırlar, gəh deyirlər ki, orada... Orada da Hindistanla Çinin ərazi bir-birlikləri var və düşməndirlər, yola getmirlər. Cənab Ərdoğanın verdiyi bəyanat burada dolayısına elə bir mövqe qoyur ki, ortaya balans saxlamaq. Yəni Pakistan təkcə Çinə ya Hindistana qarşı falan yox, bizdən bir yerdə olan bir dövlətdir. Orada olan baş verən hadisələr də tək deyil ortada. Həm də dünyaya mesaj verir ki, bizim gələcəkdə yaradacağımız hərbi birlik əlimizdə nüvə silahı olacaqdır. Bu artıq NATO-nun tərkibində olan dövlət deyil ki, onu işlədə bilməsin və s. Sabah bir dənə pakt imzalanar
Pakistan, Azərbaycandakı Türkiyə arasındakı bayaq dediyim kimi o NATO-nun 5-ci bəndi kimi. Bəli. Birimizə olan müdaxilə hamımıza olan müdaxilədir kimi. Məsələn, məncə bunun altında Faktiki olaraq bu hətta var bəlkə. Çünki ondan da əvvəl İrana bir qulaq vurması verdi ki, özünüzü təşkilat kimi aparmayın. Əskərlərlə davranma. Lazım olsa at çəkməyin, amma İranı işarə edirdi. O Suriyadakı proseslər PKK və həm də onları işarə edirdi. Yəni əslində əks qütbdə dayananlar bir işarə eləyir. Bir hədə-qorxu gəlir. Həm də özünün ənənəvi ittifaqda olduğu NATO üzvləri ilə, belə Amerikanın özünün də mövqeləri dəyişmədiyində bir daha göstərir. Çünki ona bu gün Suriyada, başqa yerlərdə Amerikanın rəqib kimi davranması lazım deyil. Trump zaten yaxşı davranır. Oradan da Suriyadan da ordusunu çıxardır. Amma yerinə Fransanın gələcəyi ilə bağlı artıq. Bəlkə onun da davası gedir burada. Ki, Fransa yox, mən gəlim burada. Məncə, bu biraz əzələt nümayişi məsələsi. Mən razıyam. Əslində o Pakistan sözünü işlətmək, Çinlə Hindistan arasında intriqa vardı. Çini müdafiə eləmək anlamına gəlir. Yəni, Pakistanın mən ona gətirmək istədim. Çox ciddi, həm də bizim prezidentin orada olması anında. Çinin G5 ilə əlaqələri, Çin ilə Pakistanla münasibətləri, Pakistanda belə layihələr reallaşdırılması. Cənab Ərdoğanın verdiyi bəyanat tamamilə biri-birini arca bağlayan məsələlərdir. Bəli, bu bitirirəm, yekunlaşdıram, sadəcə üzümü sizə tutub deyirəm. Amma mən fikirdən sonra bitirirəm. Bitirək, bu tablo göstərir ki, görsənən tablo bayaq ki, Xəyal bəy də qeyd elədi. Bir ortada bir siyasi yol xəritəsi var Türk Dövlətlər Təşkilatının. Və bəlkə də bunun özünün, məsələn, Hakan Fidanın rəhbərindən bir komisyon işləyir və bütün bunlar hesablanıbdır. Heç onlar heç şübhə də doğurmur. Bütün bunların heç biri təsadüf oxşamır. Heç nə təsadüf deyil, qəza deyil, nə bilim, Qazaxıstan, Özbəkistan falan, nəysə. Bizim rəhbərində Azərbaycan Türk olan çox doğru bir vizyon var.